Mən orada həmişə demişəm, Ərzaminin anası mən olsam da, ikinci anası məktəbdə müəllimələr olur. İkinci tərbiyəni məktəbdə müəllimələrdən ana kimi alır. Bugün də o tərbiyə göz qabağındadır. Bugün bu uşaqlara aşılayırsınız bu şəhidlərin unudulmamazlığını, bu şəhidlərin yaşadığını. Mən illər öncə bu məktəb təzə tikiləndə, bu məktəbə ilk gələn şagirdlərdən biri mən olmuşam. 7-ci sinifi burada bir il təhsil almışam. Və nə xoş mənə ki, bu məktəbdə bugün şəhidi gözəl yaşadan bir sinifə gəlmişəm. Yaddaşlarda qalan bir sinifə gəlmişəm. Daim olsun, şəhidlər unudulmasın. Biz analar üçün nə lazımdır? Oğul yaşasın, oğul unudulmasın, vətən onu sevsin və indən sonra gələn körpələr bu şəhidləri doysun, yardan çıxartmasın. Bunlar düzdür, canı qanı bahasına bu vətənə sevgisini bildirdi. İnşallah ki, bu uşaqlar ali təhsillərində kimi həkim olar, kimi mühəndis olar, kimi müəllim olar. Ən sevdikləri sənətlər vətəni gözəl yaşatsınlar. Bizim oğullar vətəni belə yaşatdılar. İnşallah ki, bu fidan balalarla vətəni öz sahələrində gözəl yaşatsınlar. Sağ olun, var olun, diqqətiniz üçün. Siz sağ olun, hepinizə təşəkkür edirəm. Sağ olun. Əllərinizdən öpürəm. Bir şeir. Şeiriz də var. Yuxarıda deyək. Şeir yazırıq. Yuxarıda deyəlim. Zalda. Cavid Cəfərov 1 dekabr 1993-cü il Sumqayıt şəhərində anadan olmuşdur. Güllə səsi gəlir buradan, burada səssiz ruh ağlayır. Can alışır burada qordan, burada ələm gənc ağlayır. 2000 və 2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan ordusunun əskəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-sində Vətən müharibəsində iştirak etmişdir. Cavid Cəfərov 1 oktyabr 2020-ci il Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən şəhid olmuşdur. Cavid Cəfərov ölümündən sonra Vətən uğrunda medalı, Cəbrayılın azad olunmasına görə medalı və Cəsur döyüşçü medalı ilə təltif edilmişdir. Allah rəhmət eylesin. Torpağın üstündə udalan mədə, çevrilib müqəddəs ant yeridə, Cavid xalqın fəri yaşayar sana, çünki adım düşüb ürəyimdə. Allah bütün şəhidlərimizə rəhmət olsun. Bu əziz gündə Allahdan sizlərə səbr diləyirəm. Bütün şəhidlərimizin ruhu şad olsun, daima şad olsun. Teşekkür ederim. Sağ olun. Çok sağ olun. Allah sizler. Siz sağ olun, ayaqlarınız var olsun. Sağ olun. Uşaqlar sağ olun. Dünyamız əmin-amanlıq olsun. Vətənə, xalqa layiq evlatlar olasınız inşallah. Allah sizləri qorusun. Ama